və bunları yuxarı kopyalayıram bu elementləri. Bunun üçün keçirəm copy. Copyda deyirəm, mən buradan aydın məsələdir ki, verə bilərəm 1.5 metr yuxarı və bunlar kopyalanacaq. Və yaxud belə etmək olar, deyə bilərəm ikinci bölməsinə. Copy by one node, bir nöqtə ilə kopyalamaq. Seçirəm ki, bax, bu düyün, sol düyməni sıxaram, kopyalanır bu düyünə və kopyanı belə yaratmaq olar. Unselect vururam və bu elementləri seçirəm, təzə yaradılan elementləri və bunlara verirəm bu elementi. Apply, yes. İndi isə pilləkəni quracam buradan, başlayaraq belə. Girirəm bura. Create and triangular relations. 4 bucaqlı elementlər 1 metrdən 1. Bir də burada yaradıram. Mouse işlətmək lazımdır sağa oxunun əksinə. Yəni bu qaydada yığmaq lazım idi. Elə də burada da bu qaydada sağa oxunun əksinə. Əks halda Z oxları aşağı yönələcəkdir. Fikir verirsiniz. Diafraqmalardan kəsişmə yerində pilləkənin yeni düyün yaratdı. Bu mənə lazım deyil. Ona görə qaytaraq geri. Buradan quşu götürürəm ki, birləşmə yerlərini bölməsin. Çünki pilləkənlə pərdə ayrı betonlanır adətən. Onların armaturları bir-birinə daxil olmur. Bu vəziyyətdə görürsünüz, kəsişmədə elementlər bölünmədi. Sağ düymə, Restore Model. Yuxarılarda yaratmaqdan ötəri mən Select elementinə bu qayda ilə seçirəm. Bütün mərtəbələri. Bizə bu hissədə elementlər lazım deyil. Bunlar pozulmalıdır. Sağ düymə, Restore Model. XZ-də baxırıq. Select element aktivdir. Biz belə seçə bilərik pilləkənləri. Yəni gördüyünüz kimi bütün pilləkən seçilib. Və bu pilləkəni biz kopyalayırıq. Kopya əmri 3 metrdən 1. 3 metrdən 1 biz bunu kopyalayırıq. Bizə lazım olur 8 mərtəbə. Yaddaşa veririk faylı. Bir dənə mərtəbəni ayıraq, baxmaq üçün. Select elementinə bu mərtəbəni ayırırıq. Fragmentation. Əgər 3D görünüşə baxsaq, gördüyünüz kimi pilləkən yaradılıb. Bizə lazımdır ki, bu pilləkənlərin eni 1,20 m olsun. Ona görə də seçirəm mən Select Element, Nodes, seçirəm bu hissəni. Move-la 0.1 kopyalayıram sola. Sonra isə buradakı elementlərin düyünlərini seçirəm. Və 0.1 kopyalı dartıram sağa. Və yaddaşa veririk. Bizdə artıq sxem bu vəziyyətdə hazırdır.
X, Y müstəvisində baxırıq məsələyə. Select elementlə seçəcəyik. Select node passivləşdirilir. Select node aktiv vəziyyətdə qalır. Bu qaydada seçirik. Sağ düymə, fragmentation, baxırıq. Bizə lazımdır ki, lift şaxtasının qapılarını qoyaq. Ona görə bizdə bu elementləri pozuruq. Select elementlə ortadakı hissələri pozuruq və delete düyməsindən pozuruq. Adətən zirzəmiyə lifti belə binalarda salmağa ehtiyacı olmur. Lazım olsa, yəni burada da qapı qoymaq olar. Restore model etdim. Bina bərpa olunur. Yaddaşa verək. Park model düyməsini sıxaq və apply edək. Haradakı üst-üstə düşmüş elementlər var, onları qırmızı rəng göstərdi və birləşdirdi həmin elementləri. Unselect object. Demək olar ki, model yığılıbdır. Bizə isə lazımdır ki, binanın yuxarı hissəsində lift şaxtası üçün maşın bölməsini yaradaq. Bunun üçün seçirəm bu hissəni. Yuxarı mərtəbə, fragmentation, X, Y müstəvisində baxıram və mən seçirəm select vertical and select horizontal elements. Gördüyünüz kimi bu elementləri seçdim. Sağ düymə, fragmentation. Buradan isə mənə lazımdır seçmək yalnız yuxarıdakı regelləri və yalnız sütunları. Və bunu mən kopyalayıram. Copy by parameters 3 metr yuxarı. Sağ düymə, restore model. Unselect. Select elementlə bu hissəni seçdim. Yuxarı örtüyü. Fragmentation. X, Y müstəvisində baxıram. Mən bilmək istəyirəm burada bölgü necədir məndə. Ona görə də keçirəm görünüşdən və bura quş qoyuram və baxıram ki, bölgü necədir. Keçirəm slab bölməsinə, create slab. Create slab bölməsində yazıram 1/1-dən 3 ədəd X ox üzrə, 1/2-dən 1 ədəd, 0.9-dan 1 ədəd, 1/2-dən 1 ədəd, Y ox üzrə 1 metrdən 6 ədəd. Mouse'un sol düyməsi burada var, specify with pointer. Mouse'un sol düyməsini bu nöqtədə yerləşdirirəm və apply edirəm. Sonra isə bu elementləri seçdim və apply edirəm ki, örtük tavasının elementi ona verilsin. Sağ düymə, restore model. Beləliklə də biz binanın üzərində maşın bölməsini də yaratmış oluruq. Yaddaşa veririk faylı.